Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün təşkil etdiyimiz adi və onluq şəxslər bölməsi üzrə olan 20 suallıq sınağın izahını verəcəm. Sınağımız elə çətin sınaq deyil, yəni rahat suallardan ibarətdir əsasən. Zəhmət olmasa videonu bəyənməyi və paylaşmağı unutmursunuz və videoda olan sualları özünüz videonu saxlayaraq müstəqil şəkildə həll edib, sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə bilərsiniz. Dostlar, çox vaxt itirmirik, başlayırıq. Hansı kəsir digərlərinə bərabər deyil? Birinci sualımız bu formadadır. Deməli, hər bir kəsiri ixtisar edib, gəlin görək hansı qiymət alır. 8-də 6 kəsiri bərabərdir. Sürət məxrəci 2-yə bölsəm olacaq 4-də 3. Sonra ikinci 16-da 12-dir. 16-da 12 kəsiri. Bunu da sürət məxrəcini 4-ə bölsəm burada 3. 16-nı da 4-ə böləndə 4-də 3. Bu da 4-də 3 oldu. Sonra 24-də 18. Sürət məxrəci 6-ya bölsəm burada 3, burada 4. Bu da 4-də 3 oldu. 28-də 21. Sürət məxrəci 7-yə bölsəm burada 3, burada 4. Bu da 4-də 3 oldu. Deməli, E variantı qalır. 12-də 10 kəsiri bərabərdir. Sürət məxrəci 2-yə bölsəm, burada 6, burada 5. Deməli, 6-da 5, başqa sözlə 12-də 10 kəsiri digərlərindən fərqlidir. Birinci sualda doğru cavabımız E variantına uyğun gəldi. İkinci sual. Hansı kəsir 1-ə daha yaxındır? İstəsəniz adi kəsiri onluq kəsirə çevirərək onun qiymətinin neçə olduğunu təqribi olsa da müəyyən edə bilərsiniz. Və yaxud da dostlar, diqqət yetirsəniz, kəsir ümumiyyətlə söhbət düzgün kəsirlərdən gedir. 0 ilə 1-in arasında olur. Təkrar edirəm, düzgün kəsirlərdən söhbət edir və variantda verilən kəsirlər bütün variantlar üzrə düzgün kəsirlərdir. Əgər kəsirin sürət və məxrəci arasındakı məsafə mümkün qədər qısadırsa və biraz böyük kəsirlərdirsə, o kəsir 1-ə mümkün qədər yaxın olacaq. İndi burada fikir verin. Bütün variantlar içərisində bir dənə 8-də 7 kəsiri. Digərlərlə müqayisədə, yəni sürət məxrəcə daha çox yaxındır və təqribən deyək ki, bu hissələrə düşür. Məsələn, 11-də 6 ortadan biraz, məsələn, bura mərkəz olsa 2-də 1 adlandırsaq, 2-də 1-dən biraz sağa düşəcək. Bütün variantları, dostlar, təqribi qiymətlərini tapa bilərsiniz. Bunu da izah edim, yəni necə müəyyən edəcəksiniz. Əvvəlcə, məsələn, 8 məxrəcdədir, 7 sürətdə. 7-ni bölürük 8-ə. Bu düşəcək təqribən bərabərdir 0,1875. Bu bərabərdir. Təqribi qiymətləri yazın. Bu dəqiq alanda, amma B variantını da 11-ə böləndə təqribi qiymət alacağıq. 0,54, bir dənə 5-i də əlavə edirik. Yəni əslində 54 davam edir orada. Bu bərabərdir 0,75 edəcək. Sonra 13-ü 18-ə bölsək 0,72 düşür. Yəni 2 davam edəcək. Burada bir lap 0 ata bilərik. C variantını nəzərdə tuturdum. Və nəhayət 17-ni 25-ə bölürəm dostlar. 0,68-də bu düşəcək. Diqqət etirsəniz qeyd etdiyim kimi, yəni A variantı daha böyük oldu digərlərlə müqayisədə. Yəni belə də yoxlaya bilərsiniz əminlik üçün. Çünki bəzi kəsirlər çox yaxın ola bilər. Sizi çaşdıra bilər. Zaten imtahanda da kalkulyatordan istifadə etmə hüququnuz olduğu üçün bundan faydalanmaq olar. Üçüncü suala baxırıq. Məxrəcləri bərabərləşdirib ən böyük kəsiri seçin. Diqqət etirsəniz, burada məxrəclər 12 var, 18 var, 9 var, 36 var, 6 var. Məxrəcləri necə bərabərləşdirə bilərik? Əslində, məxrəcləri bərabərləşdirməsəniz belə ən böyük kəsiri bayaqki qayda üzrə sürəti məxrəcə bölməklə müəyyən edə bilərsiniz. Amma deyir, məxrəcləri bərabərləşdir, biz də ona uyğun formada addım ataq. 12, 18, 9, 6, 36. Diqqət etirsəniz, hamısı 36-nın bölənləridir. Yəni, 12-də 5 kəsirinin sürət və məxrəcini biz, deməli, 3-ə vursaq, bunun məxrəci olacaq 36, burada oldu 15. Yəni, A variantı bu formadadır. B variantı 18-də 7-dir. Sürət məxrəci 2-yə vursam, bura 36, bura olacaq 14. C variantı 9-da 4-dür. Sürət məxrəci 4-ə vuraram, məxrəc 36 olsun deyə. Bu da 16 etdi. D variantı 36-da 13-dür. Burada nəyəsə vurmağa ehtiyac yoxdur. Zaten məxrəc 36-dır. E variantı 6-da 1-dir. Sürət məxrəci 6-ya vursam 36-da 6. İndi bu kəsirlərin içərisində ən böyük kəsirimiz, yəni məxrəclərə ünvan kəsirlərdir artıq. Məxrəcləri bərabərləşdirdim. Bilirəm ki, sürəti böyük olan daha böyük olacaq. Yəni 36-da 16 digərlərlə müqayisədə daha böyük kəsirdir. Başqa sözlə bu 9-da 4 kəsirdir. C variantı düzgün cavab olur. Növbəti 4-cü suala keçid edirik. Hansı kəsir ixtisar olunmur? İxtisar olunmayan kəsir nədir? Sürət məxrəcini hər hansı bir ədədə bölə bilmirəm ortaq olaraq. 18-də 12.
Sürət məxrəcini 2-yə, 3-ə və yaxud birbaşa 6-ya bölə bilərəm. Bu oldu 3-də 2. 40-da 25. Sürət məxrəci məsələn burada bölə bilərik 5-ə. Burada 5 qalsın, burada 8 qalsın. 35-də 21. Sürət məxrəci burada bölə bilərəm 7-yə. Burada 3 qalır, burada 5 qalır. 36-da 54. 6-ya böləndə burada 6 qaldı, burada 9 qalır. Bunu hətta 18-də də bölə bilərdik birbaşa. Yəni 3-də 2 qalacaq. Amma ixtisar olmayan kəsir 24-də 17 olur. Yəni 24 ilə 17-ni hər hansı bir ortaq ədədə bölmək mümkün deyil. Sonra növbəti sualla davam edirik. 5-ci sualdır. Hansı adi kəsir 0,75-ə bərabərdir? Variantları bir-bir bölərək müəyyən edə bilərsiniz. Cavab 4-də 3 olacaq dostlar. Niyə belə olur? 3-ü 4 yerə böləndə 0 dəfə düşər. Bura bir 0 atarıq. Vergülümüzü atmağı unutmuruq. 30-u 4-ə böləndə 7 dəfə 7 4-üm 28. Burada qaldı 2. 0 atdım arxasına 20-ni 4-ə bölən düşdü 5. Yəni 0-dan %75-i alırıq. Növbəti. Deməli 6-cı sualdır bu. 3 tam 5-də 2 qarşıq ədədini adi kəsir şəklində yazın. 3 tam 5-də 2. Qarşıq ədədi adi kəsirə çevirmək üçün 5 yerində qalır. 5-ü 3-ə vururam 15. Üstə də 2 gəlirəm olur 17. 5-də 17. Düzgün cavabımız B variantına uyğun gələcək. Davam edirik. Növbəti 7-ci sual. 31,5 kiloqram meyvəni 9 səbətə bərabər şəkildə yığsaq, hər səbətdə neçə kiloqram meyvə olar? Dostlar, 31,5-i 9 yerə bölmək ola bilər. Sizin üçün çətin olsun. Düzdür, kalkulyatorunuz var, imtahanda da yəni istifadə edə bilirsiniz. Ondan faydalana bilərsiniz. Yəni kalkulyator vasitəsilə bölün 31,5-i 9-a. Və yaxud da deyək ki, biz öz başa düşdüyümüz tərzdə bölmək istəyirik. Nə etməlisiniz? 315-i əvvəlcə bölün 9-a. Sonra 1 vergül sola sürüşdürəcəyik. Və yaxud 315-i 90-a da bölə bilərdiniz. Hər birini 10-a vururam. Yəni 31,5 ilə 9-u. Ən gözəli əlbəttə ki, kalkulyatorunuz varsa niyə də yox? Birbaşa bölüb cavab alın. İndi biz baxaq buradan 31-i 9-a böləndə düşdü 3 dəfə. 3 9-um 27. 31-dən 27 çıxanda burada 4, bura 5-i gətirirəm. 45-i 9-a böləndə 5. 5 9-um 45. Cavab oldu 35, amma bir dənə vergül vardı. Yəni 1 vergül sürüşdürəcəm. Cavab olacaq 3,5 kiloqram. Doğru cavab D variantına uyğun gələcək. Sual 8. 4 tam %25 onluq kəsirini adi kəsirə çevirin. 4 tam %25-dir. Bu formada yazırıq. Dostlar, qarışıq ədədin, yəni mən artıq bunu qarışıq ədəd şəklində yazdım. Onluq kəsirdən qarışıq ədədə çevirdim. Kəsir hissəsini ixtisar edə bilərsiniz əvvəldən. Lap istəsəniz etməyib sonradan da edə bilərsiniz. Məsələn, 100 yerində qalsın. 100-ü 4-ə vurdum. 4-ü üstə də 25 gəldim. 425. Yəni %425. Baxıram variantlarda yoxdur. Məsələn, B variantı çaşdıra bilər. Sonra növbəti addımda nə edəcəm? İxtisar apara bilərəm. Məsələn, sürət məxrəci 25-ə bölə bilərik. 100-ü 25-ə böləndə 4 düşəcək. 425-i 25-ə böləndə hər 100-ün içində 4 dənə 25 var. 400-də 16, bir dənə də 25, 17. Yəni 4-də 17 olacaq. Bayaq dediyim məsələ nədən ibarətdir dostlar? Bu hissəni görürsünüz. 4 tam yerində qalır. %25-in özünü 25-ə ixtisar aparıram. Burada 1 qalır, burada 4 qalır. Yəni 4 tam 4-də 1 deməkdir. 4 tam 125. Burada 4 yerində qalsın. 4-ü 4-ə vurdum. 16 üstə də 1 gəldim. 4-də 17-ni birbaşa bu formada da almağımız mümkün idi. 9-cu sual. Hansı müqayisə doğrudur? 0,38 böyükdür 0,4. Təbii ki, yanlışdır. Onluq kəsrləri müqayisə edən zaman əvvəlcə tam hissələrinə baxırıq. İkisi də 0 tamdır. Sonra onda birlər mərtəbəsinə baxıram. Bunda 3, bunda 4. 4 əlbəttə ki, böyük. Yəni belə olmalıdır. Bu yanlış. 0,9 kiçikdir 0,85. Yanlış. Eyni qayda üzrə. 0,72 0,705. Bura bir 0 atsanız, yəni bu da yanlış olduğunu görürsünüz. 1,5 0,96. Əlbəttə ki, doğru olan budur. Yəni tam hissəsi daha böyükdür. E variantı eyni qayda üzrə yanlış olacaq. 10-cu sual. Onluq kəsirlərin toplanılmasına aiddir. 3,2 üstə gələk 4,8. Bura bir 0 ata bilərsiniz. 0-ın üstə 8 gələndə 8. Burada 2 oldu. Burada da 7. 7,28. Doğru cavab B variantına uyğun gələcək. 11-ci sual. 6,4 çıxılsın 2 tam %75. Bura bir 0 atırıq. Rahat formada çıxa bilərik. 10-dan 5 çıxanda 5 qalır. Burada artıq 3 qaldı. Yəni başqa sözlə 13-dən 7 çıxacam.
Burada 6 qalacaq. Buradan da 1 tam götürmüşük. 5-dən 2 çıxanda 3 qalacaq. Yəni cavab oldu 3 tam %65. D variantı düzgün cavabımızdır. 12-ci sual hansı qarışıq ədəd 5 ilə 6 arasında yerləşir? Ədəd oxunu çəksək, bura 5-dir, bura 6-dır. 5 ilə 6 arasında yerləşən 5 tam neçə olacaq? Məsələn, 5 tam 12-də 1. 4 tam bu tərəfdə yerləşir. 6 tam neçələr? 7 tam da 6-dan o biri tərəfə yerləşəcək. Yəni 5 tam 12-də 1 təqribən düşəcək buralar. Yəni 12 yerə bölsək birinci hissə olacaq. 13-cü sual. Bir qutuda 0,85 kiloqram şokolad var. 6 belə qutunun ümumi çəkisi neçə kiloqram olar? Deməli dostlar, nə edəcəyik? 0,85-i 6-ya vurmaq lazımdır. 6 vurulsun %85. Onluq kəsir kimi də vura bilərsiniz, yaxud belə də vura bilərik, fərq etməz. Bildiyimiz kimi ədədi kəsirə vuran zaman sürətə vurmaq lazımdır. 6 vurulsun 85, bura olacaq 510. Yəni 6-nı 85-ə vuran zaman burada da 100 qalır. 510-u da 100-ə bölsən 5 tam onda 1 düşəcək. Yəni doğru cavabımız B variantına uyğun gələcək. Növbəti 14-cü suala baxırıq. Hansı kəsir 2-də 1-ə daha yaxındır? Dostlar, eyni qayda üzrə kəsir xətti çəkirsiniz. Yəni 2-də 1 nə deməkdir? 2-də 1 0,5 deməkdir. Onluq kəsir kimi göstərsək. Bura 0-dır, burada 1-dir. Hamısını çevirə bilərsiniz. Əslində müxtəlif üsullardan istifadə etmək olar. Amma əgər biz onluq kəsirə çevirməyi bacarırıqsa və kalkulyator varsa, niyə vaxt itirək ki? Deməli, 4-də, daha doğrusu 9-da 4. 4-ü 9-a böləndə 0,44. Yəni belə yaza bilərik. Sonra 3-ü 8-ə böləcəm. 3 bölək 8, 0 tam 1000-də 375 edər. Bura bir 0 da ata bilərik. Sonra növbəti 7-ni 11-ə böləcəm. 7-ni 11-ə böləndə 0 tam %63. Yəni də 6 yaza bilərik. Yəni 636. Bu bərabərdir. 7-ni 15-ə bölürəm. 0 tam %46. Burada da 6. Bu da bərabərdir. Növbəti 5-i bölürük 12-yə. 0 tam %41 düşəcək. Dostlar, indi buradan biz asanlıqla hansının 2-də 1-ə daha yaxın olduğunu müəyyən edə bilərik. Məsələn, 0,44 ilə 0,5 arasında 0,6 qədər fərq var. Variantların içərisində gördüyümüz kimi ən yaxını D variantı olacaq, yəni %46. Digərləri ilə müqayisədə daha yaxındır. Məsələn, burada %52 falan olsaydı hansısa bir, o daha yaxın olacaqdı. Yəni sağ tərəfdə olanlardan bir dənə 63 var, 0,63. Yəni onun məsafəsi 0,13 qədərdir, 0,5-in, amma bu 0,4 vahid qədər yaxındır. Belə onluq kəsirdən istifadə edərək bu müqayisəni həyata keçirməyimiz mümkündür. Sual 15. 2,5 üstə gələk 1,8 çıxılsın 3,2 çıxılsın 1,7. Hər mötərizəni ayrı-ayrı hesablamaq lazımdır. Yəni 2,5, burada da 1,8 var. Toplasam 13 1 yadda, 2 1 3, 1 də yadda 4. Boldu 4,3. Sonra o biri mötərizəni çıxacam. 3,2 çıxılsın 1,7. 12-dən 7 çıxanda 5, 3-dən 1 çıxanda, daha doğrusu burada artıq 2 qalıb, 2-dən 1 çıxanda 1. Növbəti mərhələdə 4,3-dən çıxıram 1,5-i. Alt-alta çıxırıq. 13-dən 5 çıxacam. Burada 8 qaldı, burada da 3 qalıb, 3-dən 1 çıxanda 2 qaldı. Yəni 2,8. Düzgün cavabımız A variantına uyğun gələcək. Sual 16. 5 litr suyu 8 qaba bərabər böləndə hər qabda neçə litr su olar? 5-i 8 yerə bölmək lazımdır dostlar. Əslində kalkulyatordan birbaşa istifadə etməyimiz daha məqsədə uyğun olacaq. 5-i 8 yerə böləndə 0,625 düşəcək. Növbəti 17-ci sual hansı ədəd 0,1-dən böyükdür? Burada da yenə qayda üzrə bütün variantları bölə bilərsiniz. Məntiqdən də istifadə etmək olar. Bu 0,1-dir zaten, yəni 1/10-un özü. 2-ni 15 yerə böləndə bəli bu böyük olacaq. Əgər 2-ni 20 yerə bölsən bu 0,1 edəcək. Amma məxrəc daha kiçikdirsə, deməli ədəd daha böyükdür. 2-ni 15-ə böləndə 0,13 düşür. Yəni təqribi qiymət 3-lər davam edir. Gördüyümüz kimi bu 0,1-dən daha böyükdür. Digər variantların hamısını bölsəniz sürəti məxrəcə görəcəksiniz ki 0,1-dən kiçikdir. Sual 18. 48 şarın əvvəlcə 1/3, sonra qalanının 4/1 götürüldü. Axırda neçə şar qaldı? Deməli 48 şar var. Bunun 1/3 nə qədərdir? 48-i bölürəm 3 yerə. 16 şar götürülür. Yəni 48-dən çıxıram 16-sın, qalır 32. Sonra qalanın 4/1-ini götürürlər. 32-nin 4/1 nədir? 32-ni 4 yerə bölürəm, düşür 8.
Yəni 32-dən 8-in götürürəm, qalır 24. Axırda neçə şar qalır? 24 dənə şar qalacaq. Növbəti 19-cu suala keçid edirik. Sentyabr ayında 10 gün yağış yağdı. Ayın hansı hissəsi yağışsız keçdi? Sentyabr ayı dostlar 30 gündən ibarətdir. Bunu bilməlisiniz ki, növbəti 10 gün yağış yağıbsa, deməli yerdə qalır 20 gün yağışsız keçən günlər. Bu da onu ixtisara aparsam 3-də 2 edəcək. Düzgün cavabımız C variantına uyğun gəlir. Növbəti 20-ci suala baxırıq. Bu sınaq üzrə sonuncu sualdır. Videonu bəyənməyi unutmuş dostlar, əgər bura kimi baxmısınız. Lakin hələ də bəyənməmisinizsə. Hansı müqayisəmiz yanlışdır? A variantı doğrudur. B variantı 10-da 7, 0,7. Yəni bir adi kəsrəndə, bir onluq kəsrəndə. Bu da doğrudur. C variantı yanlış olacaq. Niyə? 2 tam bu %8'dir. Bu 2 tam onda 8'dir. Buna bir 0 yazsam, vergüllər, daha doğrusu vergülə qədər ki, eynidir. Vergüldən sonraki ilk mərtəbə bunda 8-dir, bunda 0-dır. Əlbəttə ki, 2,8 daha böyükdür. Digərlərini yoxlaya bilərik. 5-i 8-ə böləndə 0,625 edir. Bəli, kiçikdir. 3-ü 4-ə böləndə o da 0,75 edir. Belə dostlar, bununla sınavımız yekunlaşdı. Sağollaşırıq. Bir sonraki izahlarda görüşərik. Hələlik.